Bu gün deyəsən şəhəri artıq bitdi, yəni şəhəri bağlayırlar. Bu gün artıq son gündür deyəsən. Axşam inanmıram amma axşam da yerə tıxac olacaq. Sabah 6-cı gündür, şənbə günüdür. Dünyada bizdən başqa bəlkə də həftənin günlərinə birinci gün, ikinci gün deyən yox deyə. Hamı Friday, Murayday zat deyir. Biz deyirik 5-ci gün, 6-cı gün. Yəni o qədər tənbəl milləti ki, həftənin günlərini belə saymaq axotumuz yoxdur. 3-5, nə bilim, bir dənə bazar deyirik də, 7-ci gün demirik. Amma 6-cı gün, nə bilim, 2-ci gün tənbəlliyimiz buradan bilinir. Bəli, buradan o sərinə bax, sərinə bax. Bəh, 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 bəh. Biraz qazlayaq buradan. Biraz qazlayaq, biraz. Çox az. Bəst. Bəst. Qabaqda svetofor var və qırmızı yanır. Ona görə keçək sola. Bir dənə də sola. Qəşək, 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 qəşək. Əlaçı. Sür, əminim balası, sür. Sürün də nə olar? Ürəyim sıxıldı. Nə olar, sürün də. Belə. Oy, 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 oy. Küləyə ləzzət eləyir. Küləyə ləzzət eləyir. Bizim də kondisionerimiz budur da. Bizim də motosikletin də kondisioneri budur. Prospektə çıxanda küləyə vurur adamı. Sağa onu satayım. Yaxşı qutardıq, yaxşı qutardıq. Ona görə ən yaxşısı elə orta zolaqdır. Dönmə işığı da ki. Biraz bəlkə də sürətimiz çox olsa və ya da fikrim başqa yerdə olsa yığıb yığışdıra bilməyəcəkdim və gedib arxadan qəza törədəcəkdim. Ona görə həmişə nə olur olsun, gözünüz yolda olsun. Gözünüz yolda olsun. Fikriniz başqa yerdə də ola bilər, amma gözünüz yolda olsun. Çünki fikirlərə qərq oluruq, amma gözümüz yolda olanda ən azından bədən o reaksiyanı, informasiyanı qəbul edir və reaksiya verir. 100-dən də yuxarı qaldırmaq istəmirəm açıq sürəti. Çünki sağ zolaqdır ya. Həm də burada hər 1 kilometrdən bir svetofor var onsuz da. Mənim də bəxtimə hansına geçsəm qırmızıya düşürəm. Biz sağdan keçək. Hər yer proqbadır ki. Mən də birazdan gedim şeyi götürüm. Velosipedi götürüm. Əgər belədirsə vəziyyət. Mən deyirdim axşama kimi, heç 5-ə kimi falan işləyərəm, amma elə bir 2-3 saatı gəlib götürəcəm. Sür də, dayalı, qabağım boşdur. Düz deyil. Ola. Düz deyil. Gəndə nə oldu ki? Bax. Bir-birimizi nə vaxt başa düşəcəyik görəsən? Bir-birimizə qarşı nə vaxt səbirlə yanaşacağıq? Mən məsələn yolda maşın dayanırsa, ya da çox yavaş hərəkət eləyirsə, birinci siqnal vermirəm. İndi insan da həqiqətən ola bilər, bəlkə nəsə bir problem var. Yanından keçə bilirəmsə, keçirəm, gedirəm, qutardı, getdi. Düz insan biraz qıcıqlandırır, kimsə məsələn çıxır yolun ortasında dayanır. Bu ola bilər də, mənim də məsələn olub başıma gəlib ki, bir anda nəsə təcili bir telefona baxmışam və ya tutaq ki, nəsə bir şey olub, yolun ortasında yavaşlamışam.
də təbii ki, maksimum dərəcədə çalışmışam ki, ya sağa keçim, ya da sürətlənim davam edeyim. Amma olanda olur, hamımızın başına gəlir. İnsanıq da. Yəni belə yerdə siqnal verməkdən qabaq bir baxmaq lazımdır ki, bəlkə adamın rolunun ortası şeyində ürəyi gedib. Nə bilim, nə olub, nəsə olub bəlkə. Yəni birinci məqsəd siqnal verməyi, həmin adamı da qıcıqlandırmaq da düzgün deyil. Amma təbii ki, o Şanqan idi, nə idi bilmədim, heç maşında yadımdan çıxdı. Onun da elədiyi düzgün hərəkət deyil təbii ki. Yəni kimisə o formada cəzalandırmaq, qorxutmaq, yəni qoçuluq eləmək yeri deyil ki, Bakı şəhəri elə hamı öz cəzasını özü kəssə Bakıda. Yəni bunda da nə oldu? Özü təsəvvür edirsiniz, yəni hər cəzanı iki nəfər arasında olan şeyi bir-birlərini özləri kəssə, şəhərdə necə xaos olar? Yəni qoçuluq yaxşı bir şey deyil də, yəni qayda qanun daha yaxşı bir şeydir məncə. Məsələn, Allah eləməsin, o da panika yaşayardı, keçərdi o biri zolağa. İndi onu niyə elədi? O güya ki, onun üstünə sürdü ki, o qorxsun, protiv getsin. Hə, getdi protiv, getdi, girdi maşına. Qabağından gələn maşın onu vurdu. Yəni, nə olacaqdı? Və bu ilə sən o, necə deyərlər, qisas hissi alacaqdın, ya nə olacaqdı da? Nə bilim, valla. Və yaxud da ki, bunun cəzası o mu? Yəni, sadəcə biraz səbirli olmaq lazımdır yolda. Hamı bir-birini başa düşsün. Biraz bir-birimizi anlayaq. Yolda olan şeylərdə bir-birimizə keçməyi bacarmalıyıq. Çünki tanımadığımız adamlardır. Niyə kin saxlayaq və yaxud da ki, niyə saniyəli bir əsəbə görə, bir saniyəli olan o duyğuya görə həyatımızı məhv eləyək. Səbirli olmaq hər zaman yolda bizim üçün hər zaman yaxşıdır. Hər zaman.